Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulillahil amin ve ala alihi tahirin el ma'sumin ve la'nu daim ala a'daihim ecma'in. Minel ana ila qiyami yevmiddin. Usikum ve nefsi bi tekballah ve nazmi emrikum. İnşallah hem sizə, hem özümə ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Gizlində və aşkarda Allahdan qorxub, Allahın halalın halal, haramın haram bilək. Keçən cümədə bildiyiniz kimi Qurani-Kərimdə və Əhl-i Beyt əleyhissalamın kəlamlarında önəm verilən mövzulardan biri olan dua barəsində danışdıq və qeyd elədik ki, dua insanın əməlləri içərisində Allah nəzdində ən möhtərəm və mötəbər əməllərdən biridir. Və bunu da qeyd elədik ki, bir insanın Allah yanında dəyərinin göstəricisi onun nə qədər dua eləməsidir, nə qədər özün Allaha möhtac bilməsidir, ehtiyaclı bilməsidir. Dua insanın həqiqi kimliyinin göstəricisidir. İnsan özün bəzən ehtiyacsız görür. Bugün dünyada və keçmişdə tüğyan eləyən insanlar özlərin ehtiyacsız gördükləri səbəbi iləndir. Qurani Kərimdə ayə buyurur: "İnnel insane leyetğa en ra'ahu istagna." İnsan özün ehtiyatsız gördüyü zaman tüğyan eləyir. Demir ehtiyatsız olanda, çünki insanın ehtiyatsız bir halı yoxdur. Belə bir məqam yoxdur. İnsan daim möhtacdır, nələrinsə möhtacıdır. Amma bəzən hansısa amillər səbəbi ilə insan elə fikirləşir ki, artıq o ehtiyatsızdır. Özün ehtiyatsız hiss eləyəndə tüğyan eləyir. Etiqadi tüğyan, əxlaqi tüğyan və s. həddin aşır. Bu baxımdan dua çox önəmli və əhəmiyyətli mövzulardan biridir. Və Qurani-Kərimdə dua məsələsinə xüsusi önəm verilib ki, keçən cümə bu barədə müəyyən qədər ətraflı danışdıq. Bugün də inşallah bu mövzunu davam elətdirmək istəyirəm. O da budur ki, duada insan ilk öncə özünə dua eləməlidir. Özünə bağışlatdırmalıdır, özün bağışlatdırmalıdır. İnsanın bir yerdə sözünün keçməsi üçün ilk öncə gərək özü o cəmiyyətin və yaxud da o şəxsin yanında ehtiramlı olsun, hörmətli olsun, pak olsun, təmiz olsun. Ona görə bütün ilahi göstərişlərin birincisi insanın özünə yönəlir ki, insan özünə nicat verməlidir. Keçən cümələrdə bu barədə biz danışdıq ki, hər kəs həyatda mütləq bir nəfərə nicat verməlidir. Amma o bir nəfər kənarda deyil. Birinci insan özünə nicat verməlidir. Özün oddan qurtarmalıdır. Özün oddan qurtarandan sonra başqalarını oddan qurtara bilər. Əgər bir adam özü odun içərisindədirsə, başqalarını oddan qurtara bilməz. Əksinə, başqalarına gedərək onları da oda bulaşdıracaq. Ona görə insan özünə dua eləməlidir. Özün bağışlatdırmalıdır. Allah dərgahında məqam birinci bundan başlayır ki, insan gərək özü paklana. Yasin surəsində Həbib-i Nəccarın cərəyanını bilirsiniz. Qövmi cəmiyyəti onu tərk eləyir, inkar eləyir, təkzib eləyirlər. Peyğəmbərləri müdafiə eləyib onlara iman gətirdiyinə görə onu öldürürlər. Öldürüləndən sonra Həbib-i Nəccarın Qurani-Kərimdə bir xitabı var. Ya leytə qavmi ya'lamun bima ğafara li rabbi və cəaləni minəl mukremin. Kaş mənim qövmüm, mənim cəmiyyətim biləydilər ki, Allah məni bağışladı və hörmət sahiblərindən elədi. Həbib-i Nəccarın narahatçılığı budur ki, dünyasını dəyişib, amma azğınlıqda olan qövminə mesaj verir, söz çatdırır ki, kaş onlar biləydilər Rəbbim məni necə bağışladı və necə hörmət sahiblərindən elədi. Hörmət sahibi olmazdan əvvəl insan bağışlanmalıdır. Ola bilməz bir adam həm cinayətkar olsun, həm də ali məqamlı bir posta sahib olsun, hörmətli bir adam olsun. Müvəqqəti ola bilər dünyada həm cinayətkar olar, həm günahkar olar, həm də müəyyən imtiyazları olar, o keçicidir. Amma belə olmur.
Ona görə insan özünə birinci zaman ayırmalıdır. Peyğəmbərlərin bu barədə duaları var Qurani-Kərimdə. İbrahim surəsinin 41-ci ayəsində İbrahim peyğəmbərin duası var. Rabbənəğfirli, İlahi məni bağışla. Ya Yusif surəsi 101-ci ayədə Yusif peyğəmbər gəlir, o məqama çatandan sonra buyurur ki, Təvəffəni muslimən. Allahım, məni müsəlman halda canımı al. Müsəlman halda dünyamı dəyişim. Sənə təslim olaraq dünyamı dəyişim. Müsəlmançılıq balaca söz deyil. Dildə təslim olmaq işin birinci hissəsidir. Peyğəmbərlər Allahdan istəyiblər, kaş müsəlman halda dünyamızı dəyişək, kaş təslim halda dünyamızı dəyişək. Müsəlman ilahi əmrlər müqabilində təslim olan şəxsə deyərlər. İnsan Allahdan müvəffəqiyyət istəməlidir ki, ilahi birinci məni bağışla. Ondan sonra başqalarının sorağına gedə insan. Və bu bağışlamaq mövzusun, ümumiyyətlə günah mövzusun biz sıradan bir əməl bilirik. Elə bilirik ki, yəni bir adam günah elədisə özünə ziyan vurumdur. Bunun başqasına, aləmə təsiri yoxdur. Amma elə deyil. Ayə buyurur Qurani-Kərimdə və əhləknahum bizunubihim. Biz bir sıra sivilizasiyaları, cəmiyyətləri günahları səbəbi ilə məhv elədik, həlak elədik. Ən'am surəsində, Ənfal surəsində, Duxan surəsində, ki, hələ fürsətim oldu bu 3 dənə surədə bu qeyd elədiyim ayə keçibdir. Yaxud Salih peyğəmbərin qövmündən danışanda Allah bu ara Şəms surəsi 14-cü ayədə buyurur ki, Fədəmdəmə aleyhim Rabbihim bizənbihim fəsavvaha. Allah onların günahlarına görə yeri öz təbirimizlə desək alt üst elədi. Onların özləri məhv elədi. Sanki belə bir adamlar olmayıbdı. Yəni elə bilməyək biz günah elədik, günah ancaq özümüzə aiddir. Sənə nə, mənə nə, başqasına nə, xeyr. Günah cəmiyyətə təsir eləyir. Aləmin nizamında təsiri var günahın. Zəhərəl fəsadu fil bərri vəl bəhr bima kəsəbət əydin nas. İnsanların əlləri ilə etdikləri, qazandıqları günahlar səbəbi ilə dəryada və quruda fəsadlar baş verir. Ona görə Allahım məni bağışla deyəndə əslində biz böyük şey istəyirik. Yəni Allahım bu aləmdə ki mən günah eləmişəm, aləmin nizamına təsir eləyib, o nizamı dəyişdir. Mənim günahıma görə ki yağış yağmırdı, yağış yağsın. Mənim günahıma görə əgər övladım olmur, malım azalır və yaxud da kimsənin malına təsir eləyir və yaxud da hansısa bir canlıya ziyan gəlir, o olmasın. Bu belədir. Bizə sadə gəlir. Nuh surəsində Nuh peyğəmbərin qövminə bir sözü var. Allahdan bağışlanma istəyin. Yursilus səma aleykum midrara. Səmadan sizin üçün yağış göndərilsin və yumdidukum bi əmvalin və bənin və siz mallarınız və övladlarınızla qüvvətlənəsiz, güclənəsiz. Yəni insanın günahlarla tövbə eləməsi, günahlarının bağışlanması yağışın yağmasına, malın və pulun olmasına və olmamasına aidiyyəti var. Məsələ bu qədər ciddidir. Ona görə bizim dualarımızda ki, oxudum peyğəmbərlərin duasında və Əhl-i Beyt əleyhissalamın dualarında bu qədər çox tövsiyə olunub. Əstəğfirullah Rəbbi və ətubu iləh. İstiğfar eləyin, Allahdan bağışlanma diləyin. Amma ləğləğə zəban yox, dildə yox ki, əstəğfirullah Rəbbi və ətubu iləh deyəsən və heç elə məscidin içində də və yaxud da səccadənin üstündə də qala uzayır. Əstəğfirullah deyəsən və həqiqətən də elədiyim pis əməllərə görə peşman olam. Bir, insan özünə dua eləməlidir birinci. Özün bağışlatdırmalıdır. İkincisi nədir? İkinci valideynlərinə dua eləməlidir. Qurani-Kərimdə ayədə oxuyuruq. Həmin o ayə ki, oxudum İbrahim surəsi 41-ci ayədə İbrahim peyğəmbər buyurur, Rabbənəğfirli, İlahim məni bağışla. Ardınca buyurur, vəli validəyyə, Allahım mənim valideynlərimi də bağışla. İnsan gərək valideynləri üçün də Allahdan bağışlanma diləyə. Valideynləri üçün də Allahdan istiğfar istəyə. Neçə şey var insan dünyasını dəyişəndən sonra ona fayda verir dünyasını dəyişən adama, o da valideyni üçün istiğfar eləyən, onlar üçün bağışlanma istəyən, onlar üçün dua eləyən övladdır.
Övlad duası valideyn üçün önəmlidir. Düzdür, biz deyirik ehsan verilsin, ehsan olsun. Bəli, ehsan lazımdır. Yaxşı işlər o ehsan təkcə yemək deyil. Ehsan cəmiyyətin dərdinə dəyən şeylərdir. Bir insan ola bilər ki, çox yaxşı işlər görür, amma ehsan deyil. Ehsanın yanında minnət olmamalıdır. Ehsanın yanında özünü göstərmə olmamalıdır. Ehsan sırf Allah rızasına və ehtiyacın aradan qaldırmağa yönəlməlidir. Nəinki özümü reklam üçün. Valideynin ən böyük ehsanı özündən sonra salih övlad qoyub getməsidir. Bir nəfər deyirdi ki, bir nəfər var idi. Dedi, mənim atam körpü çəkdirib, yol çəkdirib, filan işi görüb, filan işi görüb. Bir ədəbsizcəsinə bir tədbirdə deyir, cəsarət elədi, səsini qaldırdı. Çox deyir belə sayandan sonra deyir, ruhanilərdən biri qayıtdı, dedi ki, dedi bala, kaş sənin valideynin, atan o işləri görməzdi, amma özündən sonra salih bir övlad qoyub gedəydi. O qədər cəmiyyət üçün faydalı işlər görüb, amma evdə övladını tərbiyə eləmək yadından çıxıbdı. Bu da vacibdir. Qu ənfusakum və əhlikum narən. Quran buyurur, özünüzü və ailənizi oddan qoruyun. Ona görə övladların vəzifəsi valideynlərinin bağışlanma diləmək və onların yaxşı adətlərin davam elətdirməkdir. Əli əleyhissalamın Nəhcül Bəlağədə bir xutbəsi var. İnşallah nəzərdə tutmuşam. Ömür olsa bir dəfə onu da şərh eləyərik. Orada deyir, əgər təəssübkeşlik eləmək istəyirsinizsə, valideynlərinizin, tayfonuzun yaxşı işlərində təəssübkeşliyini çəkin. İnsan valideyninə bağışlanma diləməlidir. İbrahim peyğəmbərin duasında var. Nuh surəsi 28-ci ayə, Loğman surəsi 14-cü ayədə də bu məzmunda şeylər var, dualar var. İnsan valideyni üçün Allahdan bağışlanma diləməlidir. İmam Muhammed Baqir əleyhissalam buyurur ki, ola bilər bir insan valideyninin sağlığında onu qiymətləndirmir, onu dəyərləndirmir. Valideyn dünyasını dəyişəndən sonra anlayır, başa düşür və bir ömür istiğfar eləyir onun üçün. Bir ömür onun üçün faydalı işlər görür. Valideyninin adını ucaldır cəmiyyətdə. Bunlar baxmayaraq dünyada ağ valideyn idi, amma qiyamətdə valideyninə ehtiram eləyənlərlə bir yerdə məhşərə gələcək. Və əksi, bir adam sağlığında valideynin qiymətləndirib, dəyərləndirib, xidmətində durub, valideyn dünyasını dəyişəndən sonra artıq övlad yadından çıxardır. Dualarda xatırlamır, yaxşı işlərdə xatırlamır. Atanın səccadəsi, atanın Quranı boş qalıbdır. Nə gözəl olar, ruhanilərdən biri deyirdi, nə gözəl olar insan, övlad valideynin evinə, mülkünə, maşınına sahib olduğu kimi onun səccadəsinə də sahib ola. Onun canamazına da sahib ola, möhrünə də sahib ola, Qur'anına da sahib ola, yaxşı işlərinə də sahib ola. Ona görə ikinci biz valideynlərimizə dua eləməliyik. Valideynlərimiz üçün dua eləmək bizim düyünlərimizi açır. Bir nəfər gəldi İmam Əlinin yanına, dedi, ya Əmirül Möminin, işlərim çətinə düşüb. Həzrət Əli sual verdi. İndi bir adamın işi təbii çətinliyə düşəndə də qaçır cadugar yanına, falçı yanına, fırıldaqçı yanına. Dedi, filan kəs, bəlkə namazı əvvəl vaxtda qılmırsan, dedi, onun varımdır. Bəlkə filan işdir. Saydı bir neçə dənə əməl, axırda dedi, bəlkə valideynlərindən nəsə narazılıq var. Dedi, ya Əmirül Möminin, anam sağdır, amma atam dünyasını dəyişibdir. Amma neçə vaxt onun ziyarətinə getmirəm. Əmirül Möminin buyurdu ki, get valideyni ziyarət elə, onun üçün, özü üçün Allahdan bağışlanma dilə və Allaha orada dua elə, inşallah sənin müşkülün həll olacaq. Sənin problemin, düyünün, valideyninin ziyarətinə getməməyindədir. Bu hər kəsə aiddir. Olur bəzən məclisdə adam danışanda, görürsən yaşlı adamlar deyir ki, danış bala, indiki dövrdə valideynlərə əhəmiyyətsiz yanaşırlar. Amma o adam unudur ki, onun özünün də valideyni var. Bir adamın 80 yaşı var, bir adamın 90 yaşı var, fərz eləyək. Bu demək deyil ki, onun boynundan yük götürülübdür. Əgər o da valideyninin qəbrinin yerini bilirsə, gedib ziyarət eləməlidir. Yerin bilmirsə, heç olmasa onun üçün hər gün dua eləməlidir, Allahdan bağışlanma diləməlidir. 2 və 3-cüsü, duanın davamında İbrahim peyğəmbərin buyurur, "Vəlil möminin", Allahım məni bağışla, valideynlərimi bağışla və möminləri bağışla. Bütün cəmiyyət üçün Allahdan bağışlanma insan istəyir.
Bütün iman gətirənlər üçün bağışlanma istəyirsən ki, Allahım hamını bağışla. Bir insanın cəhənnəmə getməsi heç kəsin məqamını artırmayacaq. Sıradan gördüyümüz adamların biri getsin cəhənnəmə, 100'ü getsin cəhənnəmə. Mənə nə verəcəklər? Mənim məqamım artacaq, xeyr. Mənim dərəcəm artacaq, xeyr. Heç də olmayacaq. Madam mənə bunun məqamı yoxdur, amma bir adam behiştə getsə, cənnətə getsə, mənim duam orada təsirli olsa, bəli, orada mənim məqamım artacaq. Ona görə tövsiyə olunur ki, dualarda çox deyin. Allahumma ighfir lil mu'minina vel mu'minat vel muslimina vel muslimat el ahyai minhum vel amvat. İlahi, bütün müsəlman kişiləri və müsəlman qadınları, mömin kişiləri və möminə qadınları, onların həyatda olanların və dünyasını dəyişənlərin bağışla. Kim bu sözü xüsusilə Peyğəmbər əleyhissalam buyurur, 25 dəfə gün ərzində deyəsən, adam deyə bu duanı səmimi qəlblə deyə, qiyamətdə adamın işi çətinə düşəndə bir dəstə mömin gələr, deyər Allahım biz buna şəfaət eləyirik. O vaxt bunun duası ilə sən bizə nicat verdin. İndi biz də bunun üçün istəyirik ki, buna şəfaət elə, buna nicat ver. Başqalarının xeyirxahlığını istəyir insan. Möminlər üçün, müsəlmanlar üçün Allahdan bağışlanma diləyək. İman gətirənlərin adı dilimizdə olsun ki, sabah qiyamətdə onlar bizə rəhm eləyəcəklər, yardım eləyəcəklər Allahın izni ilə. Allahın iradəsi ilə onlar vasitəsi olacaqlar orada. Ona görə dua məsələsində diqqətli olmaq lazımdır. Dua eləyən zaman özümüzə, valideynlərimizə və cəmiyyətə dua eləmək lazımdır. Hətta düşmənlərə dua eləmək lazımdır. Baxın, Əli əleyhissalamın Siffin müharibəsində, bilirsiniz, Siffin müharibəsinin qarşı tərəfi Muaviyyədir, məlun. Muaviyyə dua olunası bir adam deyil. Məlundur, lənətə gəlib. Zatən lənətlidir. Atası da lənətlidir, babası da lənəti qazanıb gedirdi. Bunlar sülaləcə lənət olunmuşlardı. Amma Siffin müharibəsində Əli əleyhissalam görür ki, qoşunundan bir dəstə Muaviyyə qoşunun söyür. Səbb eləyir, onlara xoşagəlməz ifadələr deyir. Əmirül Möminin Əli əleyhissalam buyurur ki, mən istəmirəm mənim tərəfdarlarım söyüş əhli olsun, xoşagəlməz sözlər desin. Əksinə, dua eləyin ki, Allah bizlə onların arasında islah eləsin, bizlə onların arasında qanı saxlasın. Hidayət olsunlar, adam istəyər ki, tərəfdarlarının sayı çox olsun, niyə cəhənnəmə getməlidir? Axı, Muaviyyə niyə cəhənnəmə getməli idi, seçdi cəhənnəmə getdi? Axı, niyə Yezid cəhənnəmə getməli idi? Onlar özləri seçim elədilər. Amma nə qədər sağ idilər, möminlər dua eləyəndə onlar üçün də Allahdan hidayət istəyirdilər ki, kaş bunlar hidayət olsun. Peyğəmbərin cəhdi bu deyildimi? Peyğəmbər dişin vurub salan insanların qanı onlara bəla gəlməsin deyə əlin tuturdu qanı əlinə töküldü. Ya Rəsulullah, niyə belə eləyirsən? Belə dilində də nəsə dedi, bunlar cahildir, anlamırlar. Bunlara bəla vermə. Düşmənlərinə bəla istəməyən Peyğəmbərin ümmətiyik. Bugün amma təəssüf, biz bir-birimizə duadan çox bəddua eləyirik. Bəddua qorxuludur. Bəddua və el dilində bir söz var, iki başlı olar. Niyə insanlara rəhmət üzündən deyil, ancaq qəzəb üzündən münasibət bəsləməliyik? Buna görə də dua çox önəmli mövzulardan biridir və insan dua ilə acizliyin ifadə eləyir ki, İlahi, dünya axirətim sənin əlindədir. Ölümümüz və həyatımız sənin əlindədir. Madam belədir, deməli biz də sənin iradənə tabeyik. Belədirsə, o zaman özün mərhəmət və lütf nəzəri üstümüzdən götürmə deyə insan bunu dua eləməlidir və Allahdan davamlı müvəffəqiyyət istəməlidir. Davamlı müvəffəqiyyət istəyib Allahdan mərhəmət və məğfirət almalıdır. Ona görə bu günlər, cümə günləri, cümə axşamı, qeyri günlər, Allah yanında pis gün yoxdur. Allah yanında pis əməl var. Heç bir gün pis deyil. Amma insanın pis əməlləri o günə təsir eləyir, o günü təsirsiz eləyir bəzən. Ona görə əməllərimizdən diqqətli olaq. Uğursuz gün yoxdur, uğursuz əməl var. Günümüzü uğursuz eləyən gün deyil, əməllərimizdir. Ona görə günlərimizin bərəkətli və uğurlu olması üçün daim dualarımız olsun. Allahdan müvəffəqiyyət istəyək ki, Allahım əlimizdə olan bu zaman nemətinin
qədrin bilək. Allah inşallah sizdə bizdə hər birimizi duaları qəbul olunanlardan qərar versin. Allah əziz şəhidlərimiz, valideynlərimiz, haqqı boynumuzda olanların hamısını qərq rəhmət eləsin. Muhammed Ali Muhammed ehtiramına dünyanın hər yerində, xüsusilə ölkəmizdə sülhü, əmniyyəti bərqərar eləsin. Allah hər kəsin qəlbində olan şəri hacətlərini rəva eləsin. İmam Zaman əleyhissalamın vücudun yerin göyün bəlasından hifz eləsin inşallah. Vəssalamu aleykum.